bərk zərbələri var idi. Bərk. Vüqar Nadirov deyəndə sürəti deyir Alik, amma o zərbələr ki, biz hər verilişdə deyirik, Azərbaycan futboluna nə çatmır? Qapıya zərbələr. Kamranla xoşlamadım o şutda. Vüqar Nadirovun bir zərbəsi var idi ki, trayektoriyasını, yəni bəlkə də havada bir neçə dəfə dəyişirdi. Baxın da Fagyan ayağının üstünə. Neftçiyə vuranda sən oradaydın da kubokda. Oradaydım, uzaqda. Hələ o orada da bir dənə uşağı idi, top daşıyandı. Başım belə tutdu uşaq. Belə də o pis getdi də 9-luğa da. Mən hərdən hoza deyir ki, Qurban. Xəzərlənkərana vurduğum qol yadında da Orxan idi qapıda. Hə, ona özəl oyundan qabaq demişdim, ha Varazım. O da qol buraxdı. Başının üstündə. Hə, oyundan qabaq. Dəstəboy qapıçıydı Orxan. Onu demişdim Biraz ki, boy qol var. O buraxdı. kişi kimi idi də o. Hə, hoca mənə deyir ki, həmişə hazır olanda vur. Mən də hazır olmayanda vururum. Hazır olmayanda da gedir axı başa düşdün. Görsənmir top, başa düşdün. Vratar gözləmir başa düşdün. Hazır olanda sən nədir? Topu düzəlt, qabağıma sal. Çünki Vratar yerinə alır. Ondan qapıçı reaksiya edə bilir. Bir də var topu mən pis saxlayıram yanımdadır. Qapıçı Sən karyerində təxminən neçə qol vurmusan? Etazlayır gedir də. Təxminən. Çox. Çempionatda yoxsa hazır? Yox, ümumiyyətlə karyerində. Sayımsan et. Çox. Yox, təxminən. Ən çox uzaqdan vurduqlarımı sayırdım. Yox, təxminən 100-dən çox vurursan. Olar da. Hər qol vuranda, yəni qol sevinci nə hiss edirsən? Bunu bizə demə, Ruslana deyən. O, yəni o hissiyatdan məhrum adamdır ona görə. Neçə gol vurmusan? Bir dəqiqə yan bu qədər. Neçə gol vurmusan? Ruslanın da var, iştirakdan yaxşı. Yox, Ruslanın da iştirakdan cəlmə zərbəsindən qol vurmaq çox şey deyil. Müdafiəçi olub Badar. Qardaş, futbolist qol vurmalıdır. Mən indi burada qeyri-peşəkar kimi danışıram. Futbolist qol vurmur. Qapıçı neçə qol vurub? Vurmayıb. Futbolist deyil. Mən belə adamam. Rosario Sena yüzü basıb keçir. Keçək mövzumuza. Yox, zarafat edirəm. Şey qaldı cəmaət. Hələ bir şey doğrudan Rustama qarşı. Rustam, mən sənə öpürəm. Lazımdır.